Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin 97 nömrəli tapşırığa baxaq. Bir yan tərəfləri kiçik oturacağa bərabər olan trapesiyanın öncə kiçik, daha sonra isə böyük oturacağının uzunluğu girişə verildikdə onun sahəsini deyir və perimetrini hesablayıb çap edən proqramı Python dilində yazın. Bax, özü necə qeyd edilibsə, mən də eyni şəkildə yazıram. Öncə kiçik, yəni hər hansısa bir oturacaq trapesiyanı bilirik də. Bax, məsəl üçün gəlin trapesiya çəkək. Bax bu şəkildə. Kiçik tərəf A olsun, böyük tərəfdə böyük oturacağı da B ilə ifadə edirəm. Və bilirik ki, trapesiyada kəsr ədəd də ola bilər, onluq ədəd də ola bilər. Ona görə mən bu tərəfi float tipi ilə qeyd eləyəcəm, daxil eləyəcəm. Float mötərizəni açıb bağlayıram, yazıram bura input. Bu olsun bizim iki oturacağımız. B bərabərdir. Yeni yazacağım float. Mötərizəni açıb bağlayıram. Input. Bu da olsun bizim böyük oturacağımız uşaqlar. Bizdən nə istəyir? Deyir ki, uzunluğu girişə verildikcə onun sahəsini və perimetrini hesablayıb çap edən proqram. Və deyir ki, yan tərəfləri kiçik oturacağa bərabərdir. Yəni bu trapesiyanın yan tərəfləri hər biri A-dır. Perimetri rahatdır. Perimetri dörd tərəfinin cəmidir. Və mən P-ni tapmaq üçün uşaqlar A plus A plus A plus B-dən istifadə edərəm. Bir sözlə 3 vurulsun A, üzərinə B-ni gəlsəm, perimetrini tapmış olaram. Gələk indi sahəsinin hesablanmasına. Sahə düsturumuzu biz bilirik ki, bir sahə düsturu necə yazırdıq? Sahə düsturunu yazmaq üçün orada H-dan istifadə olunur da, düzdürmü? A plus B bölürdük 2-yə, vururduq H-a. İndi biz həmin bu məsələdəki H-ı bilmirik. H-ı tapmaq üçün, aşıqlar, H oturacağa endirilmiş, bax bu hündürlükdür, düzdürmü? Biz bu H-ı tapmaq üçün, bunu tapmaq üçün nədən istifadə edərik? Hardasa bu Pifaqor teoremi vasitəsilə bu hipotenuzdan çıxsam, bax buradakı nə alınıbsa onu, bax buradakı H-ı tapa bilərəm. Hər halda bax riyaziyyatda məsələ işləyəndə bilirsiniz ki, bura əgər bu şəkildə hündürlükləri endirmişəmsə, gəlin qələmin rəngini dəyişərək göstərim ki, bura A olar və buralarda uşaqlar bütöv B çıxılsın A bölünsün 2 olmuş olar. Və buranı tapmaq üçün uşaqlar B-dən çıxaram A-nı, bütöv formada oturacaqdan çıxaram A-nı, daha sonra alınar buradakı iki tərəfdəki bu katetimiz və bunu da 2-yə bölsəm, mən H-ı almış olaram uşaqlar. Daha doğrusu üzr sayın H-ı almaram və bu tərəfə alaram. Bir katetimi almış olaram. Gəlin onu ifadə eləyək. Məsələn, C ilə. C bərabər olsun. Nə yazıram burada? C bərabərdir. Yazacağım B minus A. Təbii ki, bunu mötərizədə yazacağım. Bölünsün 2. Bəli, mən artıq katetimin birini tapmış oldum. İndi gəldirəm hündürlüyü tapmağa. H bərabərdir. Hündürlüyü tapmaq üçün uşaqlar. Və burada A-nın kvadratından çıxaram C-nin kvadratını, taparam H-ın kvadratını. Yəni A-nın kvadratından çıxaram. Nəyin kvadratını? C-nin kvadratını uşaqlar və kök altında ifadə ilə H-ı tapmış olaram da, düzdürmü? Bir də bunu mötərizəyə alıram bu şəkildə. Kök altı ifadəni də ya qüvvətdə 0,5 kimi və yaxud da 2-də 1 kimi qeyd etmiş olarıq. Yəqin ki, nə demək istədiyimi bildiniz uşaqlar. Və burada bu H-ı tapmaq üçün A-nın kvadratından çıxaram C-nin kvadratını, buranı C tapmışam. C-nin kvadratını bərabərdə H-ın kvadratını taparıq uşaqlar. H-ı kvadratdan çıxartmaq üçün, kökdən çıxartmaq üçün təbii ki, kök altı ifadə yazaram da burada, eləmi? Bu da olur belə. Daha sonra artıq H-ı bilirik və tərəfləri də bilirik. Gəlin indi sahə düsturumuzu yazaq. Sahə düsturumuz nə olur? Böyük tərəfimiz, kiçik tərəfimiz A idi, böyük tərəfimiz isə B idi. Kiçik tərəflə böyük tərəfi cəmləyərəm. Daha sonra bölərəm 2-yə,
bölərik 2-yə və bir də vuraram haşa. Bəli, bu olacaq artıq bizim e, bərabəryanlı trapesiyamızın sahəsi və perimetri düsturu. Perimetrimizi də tapmışıq. Yuxarıda 3A plus B. Bir də sahəmiz. Aran əmrini gəlin verək. Bu olsun bizim kiçik tərəfimiz. Bu olsun bizim məsəl üçün böyük tərəfimiz. Cavablarımız olacaq 36,0 bizim perimetrimiz. 77,4 bir dəqiqə baxma uşaqlar. Bəli, perimetrimiz 77,4 isə bizim sahəmizin düsturu olar. Bu oldu belə. Gəl növbəti məsələyə baxaq. Siz bu məsələni həqiqətən riyaziyyat kitabınızda bərabəryanlı üçbucaqla bağlı bu tipdə sırf məsələ varsa, oradakı ədədləri gətirib yerinə qoyaraq həqiqətən məsələnin doğruluğunu yoxlaya bilərsiniz. 98 nömrəli tapşırıqda nə deyilir? Bir klaviaturadan n natural ədədi daxil edilmiş. Bircə saniyə. Deməli, baxaq. Bir klaviaturadan n natural ədədi daxil edilmişdir. 16-lıq say sistemində olan rəqəmlərinin sayı n-ə bərabər olan ən kiçik müsbət ədədin 8-lik say sistemində yazılışında olan sıfır rəqəmlərinin sayını çap edən proqram Python dilində yazın. Gəlin əvvəlcə məsələni başa düşməyə çalışaq, görək məsələdə nə deyir. Bax, bizə n natural, n sayda rəqəmlərin sayı n-ə bərabər olan ən kiçik müsbət ədədi soruşur bizdən. Məsələn, rəqəmlərimizin sayı olsun 8. Rəqəmlərimizin sayı 8 olsa, ən kiçik müsbət ədədimiz olacaq bir yanda 1, 2, 3, 4, 5, 6, 7 dənə 0. Bax, 8 rəqəmdən ibarət 16-lıq say sistemində ən kiçik müsbət ədədimizi yazdıq. İndi bunu biz bilirik ki, 16-lıq say sistemindən 8-lik say sisteminə çevirmə aparmaq üçün uşaqlar əvvəlcə 2-liyə çevirməliyik, daha sonra da 8-liyə. Və mən 16-lıq say sistemində olan bir ədədi 2-liyə çevirmək üçün hər birinin altından bu şəkildə 4 şaxə ayıraram uşaqlar. Bir sözlə, bax bu 8 rəqəmli ədədimiz 2-liyə çevriləndə uşaqlar, 2-liyə çevirəndə hər birinin altından 4-4 ayırmışamsa, bu 8 rəqəmli ədədimizi 2-liyə çevirəndə, belə deyim, 16-lıq say sistemində olan hər bir simvolumuz 4 bit olduğuna görə olacaq bizim ədədimiz 32 bitlik. 32 bitlik. Və mən bu ədədi yenidən 8-lik say sisteminə çevirəndə aldığımız o bir sıfırları 8-lik say sistemində bir simvolumuz 3 bit olduğuna görə mən onu 3-3 ayıraram uşaqlar. Əgər yazdığıma başa düşmədinizsə, gəlin sırf bir nümunə ilə göstərək. Biraz bunu kiçik yazacağım. Məsələn, buna aid olmayan bir gəlin nümunə yazaq. Məsələn, rəqəmlərinin sayı olsun 4. Məsələn, 1000 götürmüşük. Gəlin lövhəndə silək. Baxaq. Rəqəmlərinin sayı n-i bərabərdir. Tutaq ki, 4 götürmüşük. 16-lıqdakı ən kiçik müsbət ədədimiz olacaq. Bir yanında 3 dənə 0. Bax, 4 rəqəmli 16-lıq say sistemində bir ədəd götürmüşük. Ən kiçik müsbət ədəd. Və bunu uşaqlar 8-liyə çevirmək üçün, yəni adi qaydada gəlin 8-liyə çevirək. 8-liyə çevirmək üçün mən bunu əvvəlcə 2-liyə çevirməliyim. Və bu qaydada çevirirəm 2-liyə. Çevirək 2-liyə. 1 almaq üçün sadəcə 1-dən, digərləri 0, 1-dən istifadə edərəm. 0 almaq üçün də 1, 2, 4, 8-in heç birindən uşaqlar istifadə etmərəm. Bax, ikilikdə bir ədəd aldıq və mən onu 8-liyə çevirmək üçün 8-lik say sistemində bizim bir simvolumuz 3 bit olduğuna görə mən bu aldığım ikili ədədi 3-3 ayıracağım. Baxın, bu şəkildə 3-3 ayırıram. Baxın, bu şəkildə 3-3 ayırarıq uşaqlar.
Məndən məsələdəki sıfır rəqəmlərinin sayını istəyir. Yəni bu başdakı biri götürməsək, geridə qalan bütün sıfırların sayı elə məsələn n rəqəmli deyil, 4 rəqəmli deyir də. Biz deməli 4 rəqəmli yox, sonda qalan 3 rəqəmi götürsək, elə sıfırların sayını 3-ə bölərək 8-lik say sisteminə çevirmə aparanda neçə dənə orada sıfır olduğunu tapa bilərik. Ümid eləyirəm ki, yazdığımı başa düşdünüz. Hansı uşaq ki, hansı şagird ki, 16-lıqdan 8-liyə çevirmə prosesini bilmirsə, yəni zəhmət olmasa yazsın qrupa ki, ümumiyyətlə o çevirmə yadımızdan çıxıb. Əgər çevirmə yadımızdan çıxıbsa, bax bu proqramı işləməkdə çətinlik çəkəsirik. Kim başa düşməyibsə, yəni məlumat versin. Daha sonra uşaqlar, gəlin burada indi tətbiq eləyək. En natural ədədini daxil eləyək. Int inputla təbii ki, daxil edirik. En dediyinə görə mən də en yazacağam. Int input yazıram uşaqlar. Daxil etdikmi? Bəli. Gəlin indi ədədimizi, məsəl üçün n-lə yazacağam. N bərabərdir. Həmin ədədimizi, hansı ədədimizi n sayda demirmi? Mənə oradakı qabaqda olan birin sayı maraqlı deyil. Mənə sondakı sıfırlar maraqlıdır. Yəni mən mötərizənin içərisində n minus 1 sayda sıfırların sayını götürərəm və mən 16-lıqdan 2-liyə çevirmək üçün 16-lıq say sistemində bir simvolumuz 4 bit olduğuna görə 4-ə vuraram aşağılar. İfadəmi 4-ə vuraram. Baxın bu şəkildə. Alınan bitlərin sayını artıq 2-likdə almışıq. Alınan ifadəni yenidən aşağılar 8-lik say sisteminə çevirmək üçün mən ifadəmi nəyə çevirərəm? 8-lik say sistemində bir simvolumuz 3 bit olduğuna görə 3-ə bölərəm və alaram 8-lik say sisteminin yazılışında olan 0 rəqəmlərinin sayını. Və salam. Gəlin printerdə mötərizəni açıb bağlayıb m yazaq. Məsələn, run əmrini verərəm. Okey. Məsələn, eni verək, tutaq ki, 12. 12 rəqəmli 16-lıq say sistemində ən kiçik ədədimizdə 11 dənə 0 var. 11-i 4-ə vuracağım, 44 alınacaq və 44-ün 3-ə bölünməsindən nə alınar uşaqlar? 44-ün 3-ə bölünməsindən 1, 14-də də yenidən olacaq 14-də 3, 4 dəfə. Enteri vuraq, bəli. Cavab olacaq 14. Bax, buradakı sıfırların sayı olacaq 14.